Bu haqsızlıqdır. Eee, Güclü, zəifə qarşı həmişə döyüşü, vuruşu. Bunu yəqin bəlkə də Tanrının deyir, o ağıl verib də, ancaq ağıl da verəndə yəqin birinə zəif verir, birinə güclü verir, birinə sağlam ağıl verir, birinə xəstə ağıl. Yəqin belədir, bu başqa cür olmur və bilirsiniz, həmişə biz deməli qıraqdan hasaddır da, söymək, təhqir eləmək, tənqid eləmək. Bəli, biz özümüz kimik. Bax, məni qoysalar, məsəl üçün, mən indi məmuram. Mən necə özümü aparacam? Mən də qorxuram. Qardaş, məmur məni qoysa, mən də axırıncı qəpiyini yəqin xalqın cibindən çıxardacam. Yəni, heç kəs, bu insan o qədər pozğun məxluqdur ki, bunu var dövlət nə qədər də ağıllı, nə qədər də patriot adam olur. Bax, bunu vəzifəyə qoyanda, qardaş, unudur anasını, atasını da unudur, dövlətini də unudur, xalqını da unudur. Bax, o 20 ildir danışır patriot kimi də. Mən belə eləyəcəm, elə eləyəcəm, oğrular, hamı, qardaş, bunu qoyan kimi vəzifəyə, belə bir dağdan gəlib də, dünən acından ölürdü. Bugün qoydular vəzifəyə, bu unutdu. Atasını da, anasını da, dövləti də, hər şey hamısını satdı. Vəzifədir, puldur, unutdu. Yəni, bunu elə bir şeydir ki, bunu heç kəs deyə bilməz ki, qarantiya yoxdur ki, səni qoysalar ki, söyürsən məmura, oğrudular. Sənin özün də o yolun olmayasın. Baxmayın, Norvegiyadır, Kanadadır, Avstriyadır, niyə orada hər şey normal. Amma birinci onlardan gəlib haqsızlıq. Bilirsiniz, mən indi 2-3 saat lazımdır danışam. Onu mən versələr, yəni o vaxtı mən danışaram ətraflı. Hardan gəlib haqsızlıq, haqq, ədalət, hamısı o bilirsiniz, özümüzdə olubdur və onu haqsızlığı, o deyir insansızlığı bütün Avropadan gəlibdir. 500 il öncə. Yəni, bəzi şeyləri bilmişsiniz, elə bilirsə Avropada yaxşı yaşayır. O hamını zəhərləyibdir və bugün özünü ağa kimi aparır, düz aparır, hamı günahkardır, hamı oğrudur, hamı korrupsionerdir, azadlıq yoxdur, belə elə. Yəni, bütün onlar, hamısını onlar təşkil edib. Ən birinci elə onlar haqsız. Və birinci o ki, deyirsiniz ki, məmurlar niyə belədir? Yenə də deyirəm, hər bir məmurdur, hər bir deputatdır. Uşaq vaxtdan qoy bir kişi kimi desin ki, mənim atam, anam deyib ki, ay oğul, ay qızım, birdən səni qoyarlar deputat, məmur, xalqla əlləşmə, xalqı sev, xalqa xidmət elə, Tanrını unutma, ana, ata, uşaq, hamısı bərabərdir xalqla. Anan çörəyi varsa, xalqın çörəyi var. Atanın çörəyi varsa, atanın. Qardaşım, yox ki, zəng elədi, hə, dayıoğlu zəng edir mənim apardı. Biboğlu zəng edir, hamımız beləyik. Biz elə tənqid eləyirik ona buna. Səni məmur qoyanda, sən də gel, o saat dayıoğlu zəng edir, hə, Biboğlu mənə bir iş verəcəksən. Bilməyəcəksən, Biboğlu oğrudur, düzdür, hə də Biboğludur, qoyursan qohum. Yəni, bu var. Rusiyada da, hər yanda da görürsünüz də, yəni, bir dənə məmura söz dedin, 30 ildir sən bütün xalqa xidmət edirsən, 30 ildir patriotsan, hamı səni tanıyır. Birdən 5 dəqiqənin içində səni göstərirlər, xalq düşmanısan, satqınsan, xainsan, dövlətin maraqlarını satıbsan, sən demə, həmin o adam ki, deyir ki, duxum var, məmura söz deyir. O adam birinci də deyəcək, baxın, 30 ildə özünü patriot deyirdi. Hamı da inanır. Sən demə, 30 ildir ermənilərin agentiymiş, 30 ildir Rusiyanın agentiymiş. Və siz hamı inanacaq. Deyəsiniz, bu kişi nə danışırdı? Dünən əlini döyür, Azərbaycan belə elə. Sən demə, 30 ildir bizi aldadır, sən demə, agentdir. Bax, belə, yəni gətirib onun ailəsini işdən çıxardırlarsa, heç kəs, heç bir İnsan istəməz ki, onun qızını, arvad, uşağını gətirib onun qabağında başını kəssinlər, öldürsünlər. Bu adam necə məmura söz desin? Məmurun xoşuna gəlmir də, qardaş. Məmurun xoşuna gəlmir də düzünü deyəndə. Bu məmur da hamısı o dağdan, təpədən
küçədən, hardansa indi hamı uşaqdır, böyüyüb də, şəhərdə böyüyüb, kənddə böyüyüb, aha, görürlər vəzifəyə başlayır xalqa əyləşməyə. Bu bilmir, öyrətməyib, nə dədə, nə nənə kimi sevginə. Bu sevgi ayrı bir şeydir. Pul, vəzifə insanı yoldan çıxardır. Mən də qorxuram da, bir də qoyardılar məni də çaşıb. Anamı da satardım, dədəmi də. Yəni bilirsiniz, heç kəs deməsin ki, mən düzəm. Və bu gün haqq qazandırmaq lazım deyil. Pissən, vəziyyətin pisdir, işdən çıxardıblarsa, sən gedirsən, oturursan Almaniyada bütün gün Azərbaycanı söyürsən, oğrudular, öldürürlər, aldadırlar, ermənilərə qazı müftə verir, şəhid analarından pul alırlar, şəhid analarına satırlar. Nə bilim, bax bunu deyirsiniz oradan, utanmırsan, düşmanı sevindirirsən. O bir problemadır. Yəni o düşman sevinir, sevinir ki, sən bu gündəsən, o sənə kömək eləmək yox. O deyir ki, elə belə olsunlar, ölsünlər. Başa düşmür. Bu elə bilir ki, hə, gedib Almaniya şikayət eləsən, Alman mənə dəstək olacaq. Nə dəstək olacaq? Alman çalışır sənin başından vursun. Elə bu millət öz millətini satan, sabah bizi də satacaq. Bu iki, yəni heç kəs deməsin ki, mənəm. Bilirsiniz nə var? Məmura qardaş, söz desə məmurdur. Sevmir də, bizdə hansımızı qoyacaq, sevmirik ki, bizə desinlər sən səhvsən, sən oğrusan, niyə oğradın? Tutacaq arvad uşağı da öldürəcək, öldürəcək səni, düşman edəcək, hamı da deyəcək, görürsən dünən danışırdı, belə döşür, sən demə ermənilərin agentiymiş. Və sən də inanasan birinci, hansı ki, belə deyirsin. Və bunu kimsə deyir ki, Samirə deməli, erməni qucaqlayır, deyir, məmurlar qucaqlayanda bu da qucaqlayacaq. O da məmur bilir ki, bu indi bu dövlət deməli, bu beləki bir dövlətlər arası, yəni bu həmişə olub. Döyüşüblər, indi bir barışdan danışır. Amma bu ermənidir, barışı onlar bilmirlər. Onlar barışacaq, haçansa bizi öldürsün. Amma o demək deyir ki, hər bir insan qaçsın, öpüşsün, qucaqlaşsın erməni ilə. Bizə yaraşmaz. Bu ermənidir, bu fransız, ingilis deyil. Yəni siz başa düşmürsünüz, ay Türk xalqı. Bunu başqa xalqlar ümumiyyətlə başa düşməyəcək. Və o ki qaldı ki, biz bugün şəhidlərə əlbəttə onların ruhu şad olsun. Çox pisdir. Hər bir insan bilməlidir ki, şəhid olmasaydı, əskərlərimiz olmasaydı, mən burada olmazdım, sən olmazdın. Heç birimiz yox idi. Nə məmuru, nə deputatı. Biz onların sayəsində danışırıq, yaşayırıq. Ona görə də bugün birinci onlara, yəqin ki, onlara dövlət qayğı göstərir. Yəqin qazı da pulsuz verirlər. Bəlkə bunu aldadırlar dövlətini. Dövlət başçısı başlayıb işini görməyə, rahat olun. Yaxşı deyib. Mən bilirəm, haçan nə vaxt. Və bu Ramiz Mehdiyev bilir ki, komandasında 10 minlərlə məmurlar, 10 minlərlə satqınlar var. Yəni oturublar yuxarıda. İndi onları da təmizləyəcəklər, narahat olmayın. Yəni yavaş-yavaş yəqin düzəlir. İnanırıq. Niyə inanmayaq? İnanırıq ki, yəni bu dövlətimizdə düzələcək, dövlət başçısı düzəldəcək bunu. Yəni düşmənlər çoxdur. Sadəcə olaraq yəni bu problemlər var, hansı ki, doğrudan da bütün dünyanın marağı var ki, bu Azərbaycanda, Qafqazda ermənilər olsunlar, xristianlıq olsun. Necə 200 il qabaq ruslar deyir, biz erməniləri köçürtdük ki, bura xristianlaşsın Qafqaz. Başa düşdünüz? Yəni. Bax, belə indi də bu proses görürsünüz, Ukrayna məhv edirlər, niyə? Zəifdir. Zəifi məhv edirlər də, qardaş. Hamısı dünyada elə bu, ona görə də bu yəqin hələ bu bəlkə gələcəkdə biz görməyək ki, amma düzəlməlidir də, yəqin düzəlsə heç Avropanın özündə yoxdur bu. Hardan burada olsun? Avropada nə var? Avropada da deputatlar oğrurlar, alırlar, zəiflərdən oğruyub aparırlar da. Yoxsa elə bilirsiniz ki, nə edirlər? Danışmaq mən sizə nağıl gələr və çoxları da bilirsiniz nə var?
başa düşməyəcəklər. Ona görə o vəziyyətdir ki, pisdirsə o adam başa düşmür. Amma pisdir, yaxşı mən yaşamıram yaxşı. Çörək pulum yoxdursa, o demək deyil ki, mən gedib şikayət eləməyim, Avropa, ola bula. Yəni bunu hamı bilir, dövlət başçısı inşallah bu şəhidlərin o kimsə haqqına girirsə, kimsə pulunu verirlər şəhidlərə, kömək edirlər, o məmurlar oğurlayırlarsa, qardaş onu dövlət başçısı hamısını məhv eləyəcək. Hamısını götürəcək. O deyirsiniz ki, qazı şəhidlərdən pul alırlar, qaz pulu ermənilərə müftə verirlər. Baş kəsən ermənilər, hansı ki şəhidlərimizi öldürüblər. Hə, bax onları hamısını cəzalandıracaq. Mən inanıram, yəni ona görə ki, bu dövlət başçısı o hər şeyi bilir. Bu da olacaqdır. Bir balaca gec də olsa, amma olacaqdır da. Yəni proses gedir. Ona görə deyirəm ki, bu Ramiz Meytiyevin komandası da on minlərlə düşmanlardır. İşləyirlər. Bunları təmizləmək əlbəttə çətindir. Onlar da bütün ermənilərə işləyir, Rusya işləyir. Onlara da deyəndə də onların da adamları var, gəlirlər narkotik atırlar, gedirlər tuturlar, arvad uşağını öldürürlər, özünü aparla türmədə aşağılayırlar, xalq düşmanı eləyirlər. Bunu bütün dünyada belə şeylər var ha. Bir elə bizdə deyil. Bizdə də bu zəhər gəlib keçib də. Rusiyada görürsünüz necə məmura söz dedim, getdi o saat deyir ki, on vrag narodu. O saat hamı bütün dünyada inandı. Hamı deyir ki, 50 ildir bu adam danışır patriotdan, sən demə satqın imiş. Xalqın satqını imiş belə elə. Yəni bunu da bax belə məmurlar düzəldib qoyub şərləyirlər. Şərləyib bax bu günə qoyurlar. Ona görə də yəni hələ bu proses o demək deyil ki, yəni hamıya haqq qazandırmaq ki, bu kimsə xalqa deməli zərər vursa ona haqq qazandırmaq. Niyə yuxarı məmur eləyə bilir, deməli sadəsi eləməsə, bu nə sözdür? Bunun da hamısını ölçünü götürəcəklər ona görə. Hələlik yəni bu qədər.